sizinlə Drofmi sorunu keçəcəyik. Həmən öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlanın üzərində həll etməyə başlayın. Birinci sualda deyir ki, suyun və nefti ilə qarşılıqlı ayırma prosesi verilmişdir. Ayrıca qıf şəkildə hansı hərflə göstərilmişdir? Burada ikisi də göstərilmişdir. Çünki Z tutqacıdır. A-la da B A-la B bir maddədir, Y də elə B maddəsidir. Çünki sıxlıq fərqinə əsaslanır. Yəni elə bunu dedik. Yəni nə demək istəyirəm? Burada B maddəsi tökülür. Çünki bu altdadır da, yəni bu birinci töküləcək. Yəni ona görə keçək. Deyir ki, su və neft təbəqələri hansı hərflə göstərilmişdir? Su təbəqəsi B'dir, B su təbəqəsidir. Neft təbəqəsi də A'dır, amma bu neft təbəqəsinə oxşamır, çünki sarı rəngdir. Bəlkə elə nefti qızdırdıqda müəyyən bir maddələr alınır, yəni maddələrin rənginə qoyublar. Deməli, bunu da dedik. Keçək o biri suala. A, B mayeləri iki təbəqələrə gətirilməsi səbəbi nədir? Bəli, bu qarşı edə bilərdi, amma bunlar heterogen qarşılıqda sıxlıq fərqinə əsaslanır. Burada sizə A-nın sıxlığı B-nin sıxlığına böyüklük versə, yanlışlıq etmiş olar. Çünki A-nın sıxlığı B-nin sıxlığına balacadır, yəni azdır. Keçək o biri, yəni sıxlıq fərqinə görə. Neysə, qarşılıqda A mayesi üst təbəqədə əmələ gəlmişdir, çünki A-nın sıxlığı balacadır B-nin sıxlığından. Amma A-nın sıxlığı böyük olsaydı B-nin sıxlığından, onda bura A olardı. Bura B olardı. Yəni bunu da yadınızda saxlamış olarsınız düşünürəm. Neft əvəzində etil spirti olsaydı burada iki müxtəlif təbəqə xeyir gəlməzdi. Çünki əgər burada bizə B-ni su verir, etil spirti filosu bərabərdir hemogen. Hemogen qarşılıqda suyla göz ilə görünməyəndir. Ona görə bunlar təbəqə almazdır. Təbəqə olan nəydi onun adı? Təbəqə olan heterogen qarşılıqlara aiddir. Öyrəndiklərinizi yoxlayın. Keçək. Drofmi üsulu iki müəyyən təbəqələr şəklində bir-birindən ayrılması onların hansı fiziki xassəsinə əsaslanır? Onların sıxlıq xassəsinə əsaslanır. Gəlin nümunə çəkək. Bu drofmi üsulu ilə ayrılmadır. Bitki yağı və su ilə qarşılığı. Bitki yağı niyə üstə su altında durub? Çünki bitki yağının sıxlığı suyun sıxlığından azdır. Əgər belə olsaydı, bunda bu aşağıda durub, bu yuxarıda olardı. Amma yəni belə versə səhvdir. Suyun sıxlığından bitki yağının sıxlığı sudur. İndi siz keçəcəksiniz, suyun sıxlığı bir çox maddələrin sıxlığından çoxdur. Yəni, məsələn, suyun sıxlığı benzindən, sonra yağdan, neftdən, bunlardan çoxdur. Məsələn, adi neftin nefti qızdırırlar, müəyyən maddələr alırlar. O maddələrin çoxu suyun sıxlığından balacadır. Sıxlığı verilmiş. Ayrıca qıf vasitəsi ayırmaq olar mı fikirlər? Benzin suya ayırmaq olar. Çünki elə burada benzin su, əgər bu elə benzindirsə, bu da su olsa yenə ayrıcı qıfdır. Qum su ola bilməz. Çünki qum su buxarlandırmış suludur. Əgər, yəni qum su, indi bu belə, bir dəqiqə, baxışlayın, elə bu belə olsa, bura qumdur, burada su olacaq. Burada qum, onda bu buxarlanacaq, su belə buxarlanacaq, tezə qum qalacaq. Etil spirti su hemogendir, şəkər də su hemogendir. Bunu kristallaşdırma üsulundan həll etmək olar. Bunu da etil spirti su sadə və fraksiya distilləri ilə bölünür. İnşallah gələn dərslərimizdə onu da ifadə, yəni onu da izah edəcəm. İstəyirsiniz gəlin izah edeyim. Etil spirti su iki mayenin qarşılığıdır və iki mayenin qarşılığı kəskindir. Çünki etil spirti 78-dir etanol, 100 də etil spirtə etanol da deyirlər. Yəni
Saf suda 100 dərəcədə qaynayır. Bunlar da kəskin fərqləndiyinə görə bunlar fraksiya distillərdə olur və amma məsələn duzlu olsaydı bu sadə distillər, çünki elə bir orada biri bərk, biri maye olduğuna görə. Bugünlük izahda bu qədər. İnşallah gələn dərslərimizdə görüşərik. Sağ olun, salamat.